Yığışdırın. Qaydırıq Bakıya. Bu aralar bu fikirdə olanlar çoxdur. Açığı mənə daha çox bunun səbəbləri maraqlıdır. Xaricə pul yığmaq üçün gələnlər də var. Bunlar müəyyən bir maddiyyata sahib olandan sonra geri qayıdırlar. Onların tək motivasiyası bura gəlmişəm pul yığmalıyam. Geri qayıtmağa ikinci bir səbəb. Ümidin çox sevdiyi səbəb aidiyyat mövzusu. Bu mənə uymayan bir səbəbdir. Çünki mən özümü Azərbaycana da aid hiss eləmirəm. Hər şey artıq mənə nostalji gəlir. Əslində bütün səbəblərin kökü eyni bir şey çıxır, aidiyyat. Çünki sən əgər bura özünə aid hiss eləmirsənsə, istər-istəməz inteqrasiya ola bilmirsən, sosial çevrə qura bilmirsən. Etdiyin tək aktivitə işə gedib gəlmək olur. Gəldiyin ölkənin dilini də öyrənmək istəmirsən. Dil öyrənmək bura aidlik qazandırırmı? Xeyr. Bəzi mədəniyyət fərqləri var. Geri qayıtmaqda bir problem yoxdur. Geri qayıdanlarda bizim məmləkət biraz uğursuz adlanır. Getdi, yarıçmadı, gəldi. Düşünürəm ki, hər kəs evə qayıtmaq üçün çıxır. Tüm məsələ ev hardadır.